kanalıma hoş gelmişsiniz. İndi ise biraz çay içeceğim. Biraz kitap okuyacağım. Daha sonra ise işlerimi göreceğim. Biraz arxeologiyadan söhbət etmək istəyirəm sizlərlə. Ayda təəssüf ki, çəkmədim sizin üçün, amma obursa arxeologiyamı içərisini təmizləyəndə mütləq çəkəcəm videosunu, sizə başa salacağım ki, necə eləmək lazımdır, elə bil. İndi isə keçək. Arxeologiyamı qəşəng bunun içərisini bütün sökdüm, necə sökdüm. Buradan qıraqlardan çıxmışdı bəzi onun öz kötükləri. O kötükləri kəsdim, amma əlbəttə ki, oradan buradan səliqəli formada kəsin. Çürümüşlərin hamısını bir-bir kəsdim. İçərisində belə qara rəngdə süngər olur. O süngəri çıxartdım. Çünki o süngər bunun bütün rəngini, bu hissələrini belə kiflətmişdi. Elə bir çox bərbad bir vəziyyətdə görsənirdi. Mən dözə bilmirdim onu elə görməyə. İndi baxın, görüncə gözəl səliqəli, tərtəmiz görsənir. Akkuratmı? Taxtalar yəni palıd taxtasıdır bu, yəni qabığıdır da, elə bir qəşəng onları belə tərtəmiz təmizlədim. Tək ayırdım, yığdım. Belə. Oldu gül kimi. Bir də ki, bu hissəsində belə bir isti qaşıqla belə bir dəliyi açdım ki, bu özü belə nəfəs alsın da. Yəni, hələ ki, bir dənə eləmişəm. İndi bu qışa doğru bəlkə yenə dəyişərəm ya da baxaram, dəyişmərəm, illərlə qoy qalsın. Belə əsas o ki, içərisinin kötüklərini qəşəng yumuşam, tərtəmiz süngərini də çıxartmışam. İləri belə qara günlük idi. Qəşəng onları kəsdim, səliqəyə saldım, içindəki süngərini çıxartdım. Və görə gözəl akkuratını görsənir. Bu hissə bütün belə nəm kifi idi, elə bil. Oraları bütün şampunla tərtəmiz eləmişəm. Və ondan sonra da qəşəng belə dirçəlik açır. Düşünməyin ki, gülü var üzərində biz əl vurmayayım, eləməyim. Yox, eləyə bilərsiniz. Əsas o ki, sevgi ilə, məhəbbətlə onlara qayğı göstərin. Vallahi heç bir şey olan deyil arxeologiyalarımız. Çoxdandır kruasanla da kofe içmirdim. Onu da əlavə etdim vloqa. Sizə yoxlayın, çox dadlı alınır. Daha sonra ardından isə keks elədim. Keksin də elə də çox ləvazimatlar istifadə olunmur. Yumurtadır, süddür, yağdır, undur və belə hazır çox dadlı da alınır. Меня просили взять розовенькую уточку, обмен подарками между подругами. Какой возьмем? Берем всегда по 2 пакетика. Давайте вот этот с немножкой. Для Миланы берем этот. Еще одна моя любимая коллекция каталоги. Кстати, я готова поверить, что уже совсем чуть-чуть осталось от этого каталога. Çoxdandır heyvan saxlamaq istəyirəm. Ya pişik, ya tutu quşu. Amma sonunda fikrimi dəyişdim. Belə bir balıqlar almışam. İndi də sizinlə birlikdə balıqları öz qabına yerləşdirik. Əvvəlcədən hər tərəfini silmişəm. Bilməm necə olacaq. Hələ su əlavə eləmirəm. Su əlavə etdikdən sonra bir də çəkəcəm. İndi isə klopuna qoydum. Amma hələ suya əlavə eləmirəm ki, həmin bu suya öyrəşsin. Öyrəşəndən 1 saat sonra isə qoyacağım. Açacağım, içərisində üzəcəklər. Artıq öz yuvalarında olacaqlar. Mən akvaryuma 35 manat pul vermişəm. 35 manatı nə daxildir? Belə bir daşlardır, yosunlarıdır, 5 dənə balığıdır və belə bir yemidir. Bu da 3 aylıq gedir, 2 aylıq gedir. İndi bir yerdə yoxlayarıq hər dəfə. Vlogların içərisində göstərirəm sizə. Əgər sizə də maraqlıdır əlbəttə ki. Və buradakı balıqlardan da ki 2 dənə yaşılı, 2 dənə qırmızı, bir dənə də rozovoy hədiyyədir. Yəni 35 manatın içində daxildir. Amma mən əlavə bu gördüyünüz balacası var. Bundan elə bil ki 3 dənə aldım. 2 manat pul vermişəm. Və 8 dənə balığımız var da, belə deyim. Nəysə, xeyirli olsun. İnşallah görək necə olar. Bir də unuttum deməyi, bu filtrdə 35 manat daxildir. Belə.
Belə artıq hazırdır. Yosunlar düz uçurdular. Mən bunları belə bərkitdim bu hissəyi. Bərkitdim də qoydum belə. İnşallah ki qalar. Neysə belə. Mən özümə çox maraqlıdır. Nəsdən də paylaşmaq istədim. Bunlar indi belə qalsınlar. Daha sonra istəyirəm biraz da balıqları artırım. Çünki bunlar bu hissəyə yığışırlar, amma bu hissə boş qalır. Ya bura yığışırlar, bura boş qalır. Əslində bunun içinə bir 16 dənə balıq gedər. Hal-hazırda 8 dənədir. Xeyirli olsun. Hal-hazırda istəyirəm ki, balığın yeməyini verim və vlogumu sonlandırım. Bu kadar bəsləridir, iyidilər. Vlogumda sonlanır. İzlediğiniz için size teşekkür ederim.